Salam değerli abituriyentlər. Bildiyimiz kimi bugün güvənli sınaq imtahanı keçirilmişdi. 11-ci sinif Azərbaycan dili blok suallarını sürətli bir şəkildə variantlar üzərindən izah edəcəm. Hansısa sualın ətraflı izahını istəsəz, videonun şərh bölməsində yazarsınız. Oradan ətraflı izahını verəcəm. İndi isə birbaşa belə deyim də, yəni variantlar üzərindən izahlara başlayaq ki, çox da vaxt getməsin. Birinci sualda bağban sözü ilə eyni köklü olan söz işlənmişdir. Bağban, yəni eyni köklü düzəltmə olmalıdır, köklər də eyni olmalıdır. Bağban, bağça. 1-ə D-ni götürə bilərik. 2-də diqqət eləsək, düzəltmə zərf və mürəkkəb feil işlənmişdir. Baxaq. Qəfildən fit vermək, qatarın qəfildən fit verməyi, qəfildən və fit verməyi. Bunu götürsək 1. Sonra gələk nəyə? 4-ə baxaq. Zaman zərfli feili birləşməklə ifadə olunmuşdur. Yumruya aiddir. Hökmdar vəziri müşahidlə çadıra daxil olduqda, çadıra daxil olduqda. Yəni nə vaxt, nə zaman? Bunu götürsək, sonra 1 və 4-ü götürəndən sonra bir dənə də 5-ə baxaq. 2 müxtəlif köməkçi nitq hissəsi işlənmişdi. Bir qədər var burada, bir də səfərlə miraxur, səfər və miraxur. Bunu da götürsək, onda cavab nə olacaq? 1, 4, 5 A variantı. 3-də həm baş, həm də budaq cümləsi ümumi şəxsi olan cümlə. Burada diqqət eləsək, baxın, qonağa get deməzlər, altından palazı çəkərlər. Bizdən həm də tabelin soruşur. Kifayət qədər ağıllı olmalısan ki, özünü həddən artıq ağıllı saymayasan. Burada sanki bir nəsihət də var da, yəni tək bir nəfərdən söhbət getmir. Burada B daha məntiqli olar, yəni 3-də B. Sonra 4-də rəsmi güzar, yəni sənət dilidir. Ona görə D-ni götürə bilərik, maddəyə oxşuyur. Yəni maddəyə oxşuyur deyəndə, yəni burada hansısa bir maddədir. Tərəflərin arasında imzalanmış müqavilə. Müqavilədən danışır, burada D-ni götürə bilərik. 5-də təyin söz birləşməsi ifadə olmamışdır. Burada çöllərin gülçək ətri ilə dolu olan təmiz havası nə? Burada çöllərin havası elə bir ki, təyin əslində burada yoxdur da. 3-cü növün arasında gizlənib. Ona görə 5-də yerini götürə bilərik. 6-da narazılığı görürdü. Nəyi görürdü? Tamamlıq. Hansı narazılıqları? Üzlərdəki, bəzi üzlərdəki təyin. Deyilənlərin hamıya eyni cür təsir etmədiyini, nəyi? Tamamlıq. Poladov kim? O zaman burada olacaq C variantı. Belə 8-ci suala diqqət eləyək. 8-ci sualda arvadın səsi fikir götürmüş Şəmidin ağanı diksindirdi. Qoşa nöqtə, sonra tire yox. Vergül ay ana, vergül. Xeyir deyil. Vergül, başımıza iş gəlib, yanına məsləhətə gəlmişəm. Başımıza da iş gəlib, vergül. Deməli, burada ay ana da xitab olduğuna görə, hər iki tərəfdən vergül qoyulduğuna görə 4 vergül, 1 tiri, qoşa nöqtə. Sonra gələk növbəti suala. Bir saniyə. 9-cu suala baxaq. 9-cu sualda bizdən nə soruşur? Diqqət eləyək. Hansı birləşmədə həm birinci, həm də ikinci sözün son samiti cingiltili tələffüz olunur? Nahaq danışıq. Burada Q, K kimi, danışıq da X kimi. İkisi də kardır. 10-cu sualda diqqət eləyək. Burada B variantında tez-tez yağış yağır. Bu zaman kimi götürsək. 4-də də tez-tez ataraq, addımlarını tez-tez atır. Necə atır? Burada tərzini bildirsək, 2 ilə 4-ün yerini dəyişə bilərik. B variantı. 11-də hansı bənddə fərqləndirilmiş söz mübahisə sözünün sinonimi deyil? Burada ixtilat, yəni şirin söhbət mənasında 11Y. 12-də hansı ifadə ara söz kimi işlənsə də modal kimi işlənə bilmir? Sözün düzü. Sözün düzü modal söz deyil. 12-də D. 13-də mənim könlüm deyir ki, hələ bunlar nədir ki? Burada mənsubiyyətə görə şəkilçisini itirən söz könlümdür. Sonra əvəzdə 2 müxtəlif məna növünə aid olan fikirlər yanlışdır. Burada 3 dənə olacaq. Mən, şəxs, bunlar işarə. Nədir də sual? 3 dənədir. 1, 3, bir də 5-ə baxaq. Zərfli zaman zərfli ifadə olunmuşdur hələ. Daha da üzr istəyirəm, 5-ə baxmalıyıq. Həm ismi, həm də feilli xəbər işlənmişdir. Çünki 6 düz idi, yanlış qoyublar. 5-də həm ismi, həm də feilli xəbər bəli deyir ki, nədir ki? Biri feilli, biri ismi. 13-də dedik. 14-də gələk. 14-də diqqət eləsək, çoxaldılmışdı sözündə çox, çoxalt, çoxalt, çoxaldıl. 3 dənə leksik. Yumşaldılmaq sözündə yumşalmaq D-tıdır, ıl leksikdir. 2 leksik, 2 qrammatik. Görüntüdə gör, görün, görüntü. 2 leksik, 1 qrammatik.
Qaldırılmaq sözündə də ıl leksik, maq qrammatik. Ona görə də 14-də Y variantı olacaq. 1 leksik, 2 qrammatik variantı yoxdur. 15-də qaraltı sözündə qara sifət, qaralmaq feil, qaraltı isim. Yəni 2 leksik, 1 qrammatikdir, amma B-də isə yanlış verib. 15-də B-ni götürək. 16-da dək qoşmasının sinonimi. Burada bənzətmədə axı gecə kimi qara gözlər. Yəni gecəyə bənzədir. Gecə dək demək olmur. 16-ya C. 17-də itirdi sözünü düzəltmə kimi götürsək, o zaman necə olur? Bunu inkarla tapa bilərik. Mən də sürətli deyirəm. İtmirdi deyəndə hamısı qrammatikdir. İtirmədi deyəndə inkardan əvvəl gələndə leksik olur. İtirmədi deyəndə di zamandır. Sonra ir leksikdir, di zaman şəkilçisi olduğunca qrammatikdir. 1, 4. Bir də itkin sözü ilə eyni köklüdür. İtkin sözün kökü də itmək feilidir. İtirdi sözün kökü də itmək feilidir. 1, 4, 5. 18-də nəqli cümlə əmr şəklində olamayacağına görə 18-də Y-ni götürə bilərik. Sonra keçək 19-a. 19-da biraz burada birinci sual biraz fərqlidir. Yan-yana işlənmiş kar və cingiltir samitlər deyəndə sənətkarlıqla sözündə məsələn l-r-ya çevrilir sənətkarlıqla. Solfeggio sözündə də bir dənə baxaq. Yan-yana işlənmiş kar və cingiltili samitlər var. Bax, burada nəyə demək istəyirəm? Məsələn, f burada kardır, l cingiltilidir. Yan-yana işlənmiş kar və cingiltili samitlər deyir. Sənətkarlıqla, yəni q x-ya çevrilir, l da n-ya çevrilir. Böyük ehtimal ki, bunu deyir, yəni müxtəlif. Biraz belə fərqli anlamaq olur bunu. Kar ayrıca iki dənə kar, iki dənə cingilti kimi də düşünmək olar. Amma kar cingiltili böyük ehtimal çünki cavab çıxmırdı mən buna baxanda. Q-nı x kimi, l-nı n kimi düşünsək, iki dənə kar cingiltili, solfeggioda l cingiltili, f kar. Biri götürək. Sonra 3-ü götürəndə səs hərf tərkibi arasında 4 fərqli məqam var. Sənətkarlıqla 1, 3, bir də 6-ya baxaq. Saitlərin sayı samitlərin sayına bərabərdir. Xeyr, hamısında samitlər daha çoxdur. 1, 3, 6. Bir dənə uyğun variant burada C gedirdi. İnşallah gözümə bir şey qaçmadı. 20-yə diqqət eləyək. 20-də quruluşca düzəltmədir. Uca, ucal. Bir dənə baxaq. Yox, quruluşca düzəltməni götürməyəcək uşaqlar burada. 1-də, yəni enə bilmərəm. Burada leksi şəkilçisi yoxdur. 1-i çıxırıq. Eyni qrammatik növünə aiddir. Bu məqlum növdür, bəli. Eyni şəkildədir. Hamısında zaman şəkilçisi var. Götürə bilərik. Bir də diqqət eləyək. Eyni şəxsdə olmaq, sən ucaltmısan, mən enə bilmərəm. Fərqli şəxslərdir. 2, 3-ü götürəcəyik. Çünki həm təsdiq, həm də inkar var deyə 4-ü götürmürük. 2, 3, A variantı. 21-də görəsən modal söz, o da bağlayıcı, sənin kimi qoşma, mi də sual ədatı, A variantı. 22-də bildir xarici təhsil alan tələbələrimiz, hansı tələbələrimiz? Burada bildir zaman zərfi olsa da təyinin içərisində getdiyinə görə ayrıca hərəkətin zamanını bildirən cümlə özü kimi işlənməyib. B variantı. 23-də diqqət eləsək, bir çox bir sıra həmişə cəmdə olur. Fərqli-fərqli fikirlər, şirin-şirin almalar. Yəni bu şəkildə olan sözlər də eyni sözlər də olanda isim cəmdə olmalıdır. 2, 3, 5. 24-də insan simasını müəyyənləşdirən onun azadlığı yox, bu azadlığa özünün qoyduğu məhdudiyyətlərdir. Birinciyə baxsaq, fe'li birləşmə ilə ifadə olan təyin var. Bu azadlığa özünün qoyduğu məhdudiyyətlər, hansı məhdudiyyətlər? Azadlığa özünün qoyduğu hansı? Dıq mənsubiyyət 1-i götürsək. Sonra həm ismi, həm də fe'li xəbər işlənmişdir. Bəlli deyil. Bir də qurban verirlər. Bəlli, 1, 3. Sonra bir də 5-ə baxsaq, söz birləşməsi ifadə olan mübtəda var. İnsanın simasını müəyyənləşdirən nə? Bir də nə bəlli deyil, iddiası böyük olanların nəyə nail olacaqları. Hər ikisində söz birləşməsi ifadə olmuş. Tamamlıq var. 1, 3, 5. 25-ə baxaq. Burada qatar stansiyadan yenicə tərpənəndə, bu zamandır da, anda, əndə, birinci budaq sonra baş gəlir. Sərnişinlərdən biri qaçaraq perona çatdı. Deməli, biri götürə bilərik. Baş cümlədə zaman zərfli işlənmişdir. Xeyr, bunu götürmürük. 1. Həm baş cümlə, həm də budaq cümlə fe'li xəbərdir. Bəli, bu hər ikisinə aiddir. Bəli, 1, 3. Sonra 4-ə diqqət eləyək. Burada
baş cümlənin mübtədası ism birləşmələ ifadə olunmuşdur. Sərnişinlərdən biri baş cümlədə mübtədadır. Bir də məhsulun bəhrəsi nə? Bəli, 4-ə götürə bilərik. Bir də 6-ya diqqət. 5-i götürməyəcəyik. Çünki hər ikisində müəyyən şəxsi cümlə var. 5 ortaq getməlidir. 1, 3, 4, bir də 6-ya baxaq. Budaq cümlədə əvəzli ifadə olunmuş, tamamlıq işlənmişdir. Baxaq, onu alnının təri ilə qazanırsan. Nəyi, onu? Bəli. 1, 3, 4, 6. Aha, 26-ya baxaq. 26-da diqqət eləsək, isimdən düzəlmiş feildir, məlum növdür. Biri var sənin belə çarəsiz gözləməyin, bir də var gözləməyin inkarda. Hər ikisi məlum növdür, gözdən gözləmək. Ortaq fikir deyil, biri götürdük, ortaq fikir deyil, görək burada hansını götürə bilərik. Feillə yanaşı ikinci birinin diksiyasının xüsusiyyətini daşımaq birinci cümləyə aiddir, məstər. İkinci cümlədə məstər yoxdur. Ona görə 1, 4. Bir də diqqət eləsək, burada 5-i götürə bilərik. Söz birləşməsinin tərkibində işlənmişdir. Yol kənarında belə çarəsiz gözləməyin. Nə məni çox kədərləndirdi? Sənin yol kənarında belə çarəsiz gözləməyin. Amma ikincidə tərkib yoxdur. Birincidə məstər tərkibi var, ikincidə yoxdur. Ona görə 1, 4, 5 götürə bilərik. 27-də diqqət eləyək. Yalnız fonetik norma pozulmuşdur. Y variantında kəhraba yox, kəhraba. 2-də leksik norma pozulmuşdur. Xalq yaxşı yaşamağa məhkumdur, layiqdir desək daha düzgün olar. Sonra 3-də də o saatçı aparıb qoyar bəyin ovcuna qoyar. Burada A variantını götürsək daha məntiqli olar. 1Y, 2B, 3A. O biləndə məsəl üçün daşqın nəticəsində daşqın burada q olmalıdır, fonetik norma. 50 əmrin deyibi tələf olmuşdu. Tələf olmaq adətən heyvanla bağlı işlərdir. Burada 2 dənə norma pozuntusu var deyə götürmədik. D-də də yağış damcıları desək söz yerində işlənməyib. Günəşin şüaları altında bərq vururdular. Dənələri cəmdədir, xəbər də cəmdədir burada. Cansız onda təşkil olmalıdır axı. Burada 2 dənə norma pozuntusu var. Gəldik sultanın tənhalığına. Burada birincini fakt götürə bilərik. Çünki mətndə var idi. Yəni o taxt üzü görməyəcək. İkincidə o aşağı təbəqədən özünü gizlədirdi. Yəni daha doğrusu 3-cü cümlədə. Ona görə bunu təkəbbürlü kimi, ehtimal kimi götürmək olar. Böyük ehtimal ki, təkəbbürlü olub. 3 təkəbbürü götürsək. 2-də isə o neçə il idi, Amasiyada ümumiyyətlə ondan xəbər yox idi. Ona görə onu hətta özü gətirmək istirdi hakimiyyətə. Başqaları qiyam hazırlaya bilərdi. Ona görə də 2-ni yanlış fikir kimi götürə bilərik. 29-da metafor burada sultanın tənhalığı bədii mətindir. Yaza bilər ki, üslubu xüsusiyyət məcazilik. Yəni burada bədii təsvir ifadə vasitələrindən istifadə olunub. O birisi digər mətin, yəni elmi üslubdur, konkretlik, məntiqilik, ortaq xüsusiyyət də ədəbi dil normalarına tabedir. Göz dikmək, yəni kiminsə hər hansı bir yerinə göz dikmək, yəni ona ələ keçirmək. Yəni kiminsə taxtına göz dikmək, onu ələ keçirmək. Kimsə taxtdan salmaq. Mətnə görə mənası bu olar. Bir şey ələ keçirmək mənasında. Musiqi əsəri yazmaq, bəstələmək, bir işi həyata keçirmək üçün əlverişli şərait yaratmaqda bu da imkan versə. Ona imkan versə çox iş görər. İmkan vermək yazmaq olar. Biraz çox sürətli dedim ki, rahat yoxlayasınız. İnşallah ki, gözdən qaçan bir şey yoxdur. Yenə videonun şərh bölməsindən fikirlərinizi yaza bilərsiniz. Təşəkkürlər.